ildən artır. Bax, adam iş bundadır. Yəni göstərici budur. Göstərici budur, əlbəttə odur. Aydındır. Mənə də söz verdiyinizə görə təşəkkürümü bildirirəm. Bu, bir müddət öncə Bakı şəhərində fəaliyyət göstərən bir neçə ali məktəbdə təxminən 300-ə qədər oğlan tələbə arasında sorğu keçmişdi və sorğunun nəticələrindən bir qismini sizə açıqlamaq istəyirəm. Deməli, 55% tələbə hərbi xidmətdən möhlət müddəti qazanmaq, bir illik hərbi xidmətə getmək üçün ali məktəbə sənəd verib instituta qəbul olunur. 25% işə düzəlmək, vəzifə üçün diplom almaq məqsədindən. 10% suala cavab verməkdə çətinlik çəkir. 5% kiminsə prinsipinə ali məktəbə qəbul olub. Var. 5% də acığı indi su tutarım. Anarın məşhur ifadəsi. 5% də elmlə o professorluqda deyil. Acıqdır. Acıq. Acıq. Adam deyir ki, mən bunu almalıyam, bəli. Məqsəd. 5% də elmlə hansısa bir nəticə əldə eləməyə ümid məqsədindən. 5%. 5%. İlham mənim, cəmsi tələbələrin 5%-i elmi. 5%-i demək olar ki, təxminən 300 nəfərə yaxın. Bir məsləhət oxumaq istəyirəm. Son vaxtlar bir